Bir hədisin mənası barədə soruşurlar. Hədis Ənəs bin Məlik radiyallahu anhudan rəvayət olunur. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm demişdir. 4 nəfər cəhənnəmdən çıxardılaraq uca Allahın huzuruna gətiriləcək. Yəni qiyamət günü. Allah onların oda qaytarmalarını əmr edəcək. Onlardan biri yalvararaq deyəcək: Ey Rəbbim, mən ümid edirdim ki, sən məni oddan çıxartsan, bir daha ora qaytarmayacaqsan. Uca Allah buyuracaq ki, səni ora qaytarmayacaq. Əvvəla bunu qeyd edim ki, hədis Səhih Qüdsi hədislər kitabında keçir. Oxşar mənada hədis həmçinin Müslim rəvayət edib. Bu hədis dəlalət edir ki, tövhid əhli cəhənnəmdə əbədi qalmayacaq. Yəni insan əgər tövhid əhli olubsa, iman sahibi olubsa, lakin böyük günah sahibi olubsa, uca Allah ola bilsin, yəni böyük günah sahiblərini etdikləri günahlara görə cəhənnəmdə bir müddət saxlasın. Lakin son dönüşləri onların cənnət olacaq. Və bu hədisdə də göstərilir ki, 4 nəfər Allah Taala çıxardacaq tövhid əhlindən olan insanları və onları təzədən, yenidən, yəni cəhənnəmə qaytarılmasını əmr edəcək. Və onlardan biri uca Allaha yalvararaq, Allahdan diləyərək, yəni ona necə ümid etdiyini bildirib, yəni Allah barədə necə zənn etdiyini bildirib və uca Allah da onun Allah barədə necə zənn edirdisə, o cür onunla davranaraq onu cəhənnəmə qaytarmayıb. Və bu hədis dəlalət edir ki, insan Allah barədə gözəl zəndə olmalıdır və bunun təsdiqi başqa bir hədisdə özünü tapır. Uca Allah həmin hədisdə bildirir ki, qulum mənim barəmdə nə zənn edərsə, onunla o cür rəftar edərəm. Və ona görə insan bu dünyada da, həmçinin axirətdə də, yəni Allah barədə gözəl zəndə olmalı. Ona görə də İbn Hibban rahimehullah bu hədisi öz kitabında, yəni gətirib və bu başlıq altında gətirib. Allaha qarşı yaxşı zənn etməyin axirətdə faydası. Bu hədis göstərir ki, insan daim Allah barədə gözəl zəndə olmalıdır. Və bu 4 nəfərdən biri, yəni bu cür Allah barədə gözəl zəndə olduğu üçün Allah Taala onu cəhənnəmə qaytarmır.